Değerli izləyicilər, sizləri Bərdə Maşın Bazarından salamlayıram. Maşınların qiymətləri ilə maraqlanıb sizləri tanış edəcəyik. İlkin qardaş, xoş gördük sizi bir daha Bərdə Maşın Bazarında. Allah canını sağ eləsin qardaş. Həmişə gəlib maşınları çəkirsən. Allah cəmaatımızdan razı olsun. Allah yenə də deyirəm, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların səmərətində biz bugünkü gündə maşın alıb veririk. İzləyicilərimin də hamısına buradan salam göndərirəm. Bəli qardaş, bəli. İsmailliyə də xüsusi olaraq. Azərbaycan hər yerinə salamlarımı İlkin qardaşımız İsmaillidən gəlibdir. Bəli qardaş, bəli. 014 maşını gətirmişsiniz. Bəli, 014 maşındır, il 2010'dur. Motor, korobka, qranat superdir. Altında çürük yoxdur. Dəyişən detal var. Bir kirel dəyişib, bir kapot. Maşın nə vaxtdan sizdədir? Maşın məndə 3 aydır məndədir. Aformutdum, etibarnamədir? Yox, davençləndir. Vaxtına var yəqin ki. Vaxtına 5 ay qalır. Texniki baxış sığortada var Bəli, deyirsiniz. var, onlara var. Hə, maşınımızın mühərriki deyirsiniz? Yağ yemir, korobka atmır, qranatlarında qramsal. Ümumiyyətlə, motordur, korobkadır, perodokdur bunlara, yəni problemsizdir. Nəsə siz xətt çəkmisiniz maşını, yoxsa elə bu vəziyyətdə idi? Yox, mən yalandan deyim ki, mən buna pul xərcləmişəm, yox. Elə necə almışsınız o vəziyyətdə? Bəli. Korobka da yaxşı, qranatlar yaxşı. Bəli. Ümumilikdə öndə vəziyyət necədir? Ekranı təmizdir. Əl dəyməyibdir. Yox, deyil. Maşınımızın təkərləri yaxşı, eləmi? Bəli. Altı necədir? Altı şüşə kimi. Çürüyü heç olmuyor. Yox. 2010'un maşındır, hara çürüsün? Amma indi bunun yiyəsində, bunun yiyəsində bu dəyişib, bir də bu dəyişib. Vəssalam. Kreldə dəyişiklik var deyirsiniz. Bəli. Krellə kapot dəyişib. Kapot da dəyişilir hər ikisi. Çünki bax, görürsən bu germetikası yoxdur. Bu da yaxşı səliqəli işləyir. Bu izləyicilər biraz sizin videolara baxsalar maşınlar haqqında yaxşı məlumat öyrənəcək. Hə. Öyrənsin də, o eşitirsən, kim nə yazır qardaşım? Yox, yazmağını demirəm. Bilirəm. Da maşın alanda hər şeydən özlərinin başı çıxacaq. Biləcəklər ki, nədir, yəni o da biri yazır, bu belədir, nə bilim. İnsan var ki, velosiped almağa pulu yoxdur, amma onun bunun maşınına laq edir. Niyə edirsən qardaş? Allah ona da bir yaxşı maşın qismət eləsin. Amin. Burası ki, kim nə yazır, girib baxıram. Mesela Allah hamısına can sağlığı versin. Kimin sözü varsa, fərqi yoxdur. Azərbaycan hər yerindəyəm, gəlib sözün varsa üzümə deyən. Gəlib orada gizli, niyə ağzına gələn yazsan ki, bu belədir, bu alverçidir. Niyə alverçilərin hamısında yaxşı maşın var? Bəli. Hə qardaş, maşınımızın kraskası tam vurulur. Bəli. Şüşələri yaxşıdırmı? Bəli. Qırıq-çat yoxdur. Xeyr. Şitin üstü təmizdirmi? Bəli. Partlaqdır, çartlaqdır yoxdur. Oturacaqlar yaxşıdır. İdealın. Ön aynalar düymə ilə mi qalxır? Bəli. Arxalar əlləndi, qabaqlar. Bahalı aparatura sistemi yoxdur. Yox. Kalonkası var, bir də magnitofon. Hə, qiyməti neçə idi? Qiyməti 6600 manata deyirəm. Son qiymətim 6200 manat. 6-ya verməyək. Sən xatirə bir kəlmə qiymət deyirəm. Ucar nömrəsi 61 dənə. 6100 manat. Bəli. Dəyərli izləyicilər, zəng eləyin. İlkin qardaşımızın ürəyi yumşaqdır. Alıb satan olmağına baxmayaraq insaflı adamdır. Allah can sağlığı versin, yenə də deyirəm. Əlaqə nömrəsində diqqət. 055 803 38 73. İsmailliyə gəlsin. Bəli, İsmailliyə. Uğurlar arzu edirəm. Çox sağ olun. Azərbaycan yenə hər İsmailliyə yerinə getmək bir ziyarətdir, bir havanda bu. Mən sənə deyirəm qardaşım, nə vaxt gəl İsmailliyə sənə qulluq edim, gəlmirsən. Nağarım mən. Təşəkkür edirəm. İnşallah bir gün gələrik. İnşallah. Sağ ol qardaşım. Çox sağ ol. Gümbət, xoş gördük səni Bərdə Maşın Bazarında. Sağ olun, siz də xoş gəlmisiniz. Biz gec görürükmü, yoxsa özün gəlmirsənmi? Özüm çox da gəlmirəm, maşın zad olmur da, maşın olandan olana. Hə, bilirsən, yəqin ki sən elə həmişə Bir vaxtlarım məşhur idim da, sonradan yeyib ara vermək lazımdır. Deyirəm, bu aşmış maşınları ancaq sən satırsan da, ona görə də biraz çətin tapılır, hə? Hə, çoxsa olur metallomdan, nə zibillikdən. Baxın. İndi bu gün də birini tapıb gətirmisən şükür, axır ki tapdısan, eləmi? Hə, qəşəng saz vəziyyətdə. Neçə dəfə aşıbdı bu, bilmirsən? Neçə dəfə sən aşırtmısan? Sayını itirmişəm, yalan çox. Sən aşırtmısan mı, yoxsa? Köhnə yəsidə bir partiya eləmişdi, bu indi təzəmişdi. Aşmış maşınlar axtar deyəsən, qardaşlar. Hə, buyur, məlumat ver görək bu. 07-dirmi, yoxsa 05-dirmi? 07-dir. İli neçədir? İli 83-dür. Motor 06-dır, silindir Niva'ya yığılıb.
Nə bilim, salon zat, hamısı hep ki cavan stil maşındır da, xadaboy ox kimi. Diferib yəni 80-dan sonra yüngülvari cüyültüsü var, yəni ona da heç səs demək olmaz. Nə vaxtdan sizdədir maşın? Hardasa dostumlar yəni çoxdanlandı. Aformutdum, etibarnamədir, onu bilmək istəyirik. Generallıdır. Vaxtına var, sənədlərində. Sığortanın, texnik baxışın hamısının hələ xeyli vaxtına var. Yəni etibarnamənin vaxtdan varmı deyirəm, onu bilək. Xeyli, hələ çox. Hə, lap yaxşı. Hə, Sənədlər qaydasında. Bəli, bəli, hamısı. Heç alıb bilmirəm indi, xərc çəkib, çəkməyibdi. Xərc çəkmişik, salondur, təkərlərdir, nə bilim, xadavoydur, motorxanadır. Yəni pis Motorda maşın deyirsən nədir motoru? 06-da üstünlüğü Niva. Amma üstdən 01 yazılıb ha onun. O elə belə yazıdır. Sənəddə qeyd olunubdu mu görəsən? Bəli, bəli, qeyd olunub. Əsas odur salamat olsun mühərrir. Bəli, qəşəng kuzodur, pis deyil. Rəngi zadı ideal. Bizə kosmetikalıq işləri var, başqa da heç nə. Karobkası demədik ha. Karobkası 5. Atma səsi yoxdur ki. Yox, heç nə. Diferdə yaxşı. Diferdə pis deyil, yaxşıdır, hə. Motor da yağ zad yeyib eləmir, motor döyməyib, eləməyib. Yəni qəşəng altı yaxşıdır, çürüyü çox altında. Altında yox. Danqrat yerləri varmı? Hamısı salamatdır. Zavoddan gəlmə. Peredokun səsi ki yox. Yox, daşlı yerlərə polnu sürmək olar. Təkərin biri yeyilib gedib ha deyəsən. Yox, Sərvisin tərəfdən ön təkərdə elə biraz hə var, biraz var. Bu birləri yaxşıdır. Hamısı qəşəng, çiçək kimi. Aha. Maşınımızın qalanı nədir? Detallardan, qapı, krel, kapot. Valla onu necə yalançı olaraq. Məşğulçu maşındır da. Yanılan nə deyək ki, bez detaldır. Bilmir hansı qalıbdır. Kosmetik işlərdəki göz qabağındadır. Kosmetik işləri yəni yüngül var. Həm də ki bəzək üçün də, yəni pis deyil. Yəni əsl cavan malıdır. Şüşələr yaxşıdır. Bəli, qəşəng. Pult sistemi də var. Şitin üstü çıxolludur, yəqin çatlar var. Yox, çat yox idi. Prosta bəzək üçün vurulub ki, yəni çatlamasın da. Oturacaqlar da klyonkalıda altın görə bilmirəm. Hə, qəşəng. Maşınımız belə də normaldır. Qiyməti də əsas. İstəyən Qiyməti qardaşlar da var. Prosta yaxınlaşmır. Qardaş gəlin də, gəlin baxın, görün nə təhər maşındır. Elini eşidən kimi qaçırlar. Əsas qiyməti də yelin neyinirsən? Qiyməti. Əsas qiyməti 3300-ə deyirik. Real alıcı ilə danışa bilərik. 3300-ə deyirsiniz. Maşındakı Xan kəndində olur. Xan kəndindədir. Nömrəndəki ilə tək qiyməti ilə nömrənin 2000 manat qiyməti var. 2500 zat. 20Y 329. Qəşəng nömrəsi var. Gəncə nömrəsidir. Biraz da məşhurluğu zadı var. Yəni gəncəllər bilər də bu maşının tempin. 2800 sayan olsa nə deyək maşına? 2800-ə yox. Verməyə o qiymətə. Xərcləri də var da maşınımızın. Başa bütün xərcə ki çıxmaq olar da 3400. İldə köhnə. Bəli. Özün də bazardasan, bilirsən vəziyyəti. Bilirəm, bəs nə düz. Nədir, fikir 3-dür. Danışmaq olar. Əsas odur zəng eləsinlər. Nasıl danışmaq olar. Zəng eləsinlər. Eləsinlər. Telefon nömrəsində 070 070 514 514 66 26. 66 26. Maşındakı Xan kəndində. Xankəndi şəhərindədir. Uğurlar arzu eləyirəm. Yolunuz açıq olsun. Sağ olun. Sağ ol. Qardaş, xoş gördük. Xoş gününüz olsun. 06 maşınınızı satırsınız. Bəli. Buyurun, məlumat verin. Bilək, necə maşındır maşınımız? Maşın pis maşın deyil. Yəni Zavaskoy maşındır. Öz detallarıdır. İl neçədir? İli 98-dir. Nə qədər vaxtı sizdədir? Məndə hardasa ilə yaxınlaşır. Etibarnamədirmi, yoxsa aformut oldu? Etibarnamədir. Vaxtına var etibarın? Hə, bir 6-7 ay var. Alandan sonra xərcləriniz nə olubdu? Xərclər o ki, rəhlərim qəşəng, həm təkər zat, salon zat yığdırmışam, eləmişəm. Xeyraq bir maya qoydurmuşam. Texniki baxışı, sığortası varmı? Hamısı dekabrın ayına qədərdir. Motor nədir? Motor 03-dür. Necədir motorun vəziyyəti? Normaldır, yaxşıdır. Yağ azaltmadır, səsdir? Yox. Yoxdur elə bir şeylər. Karobkası? Karobkası 4-dür. Atması yoxdur ki? Yox, heç bir şey yoxdur. Diferdə səs var? Diferində səs yoxdur. Altı necədir, polo? Altı qəşəngdir elə, üstü nətər, altda elədir. Çürüyü pası? Yox, çürük nə gəzə, deyirəm təzə yerə əhələtmişəm, təmiz. Yox, altını deyirəm. Yox. Bəlkə qalıbdır. Danqrat yerləri salamatdır. Hamısı Zavaskoy özünkidir. Öndə vəziyyət necədir? Peredokda? Peredokda hamısı təzə. Nə var, mağazindən təzə alıb qoydurmuşam. Daş kəsəkli yolda səs eləmir? Yox, tıpıltı səs yoxdur. Təkərlər yaxşıdır elə bilir. Qəşəngdir elə. Dördü deyinidilər? Hə, bəli. Aha, yaxşıdır. Maşınımızın dəyişilənləri? Qapı, krel, kapot? Yox, hamısı özünkidir. Zavoddan gələn detallardır. Bəlkə sizdən əvvəl dəyişilib bilmirsiniz? Ola bilər, amma mən elə şey görmürəm, yəni dəyişilən heç nə görmürəm. Kraskanı da təzə vurdurmusunuz, kosmetik işi yoxdur. Şüşələr necədir? Şüşələrdə elə biləm ön alış şüşəsində. Bir dənə ön şüşəsində. patpres, yəni çatı var, dəyişilməli, ağdır.
İki yerindədir çat yoxsa? Hə, bir dənə burasıdır. Ha, bu hissədədir Hə. çat. Hə. Yan aynalar təmizdirmi? Hə, hamısı qəşəngdir, normaldır, hə. Şiti yaxşıdır. Şitdə bir dənədir çat. Hə, bir dənə çatdı, Bir dənə gün vurub da, çatdı, gün hə. vurub, gün altında qalıb, vurub, göl. Sükandakı 26 Radnoy maşın. 06 sükanı. Hə, hə, hamısı. Oturacaqlar yaxşı. Hə, oturacaqlar da yaxşı. Yəni yatmayıb, tam da qəşəng, yaxşı qalıb. Qiyməti neçədir? Qiyməti 5000-ə deyirəm. Endirim eləsək 4500. Yox, o qədər yox, yəni bir 4800-ə qədər, 4700-ə qədər, yəni yaxşı belə normal adam olsa, alıcı olsa razılaşıb verər. Əsas o əlaqə saxlasınlar. İndi əlaqə qismət, kimin Əlaqə nömrəsini xatırladın. 050 341 4003. Hansı rayondasınız? Fərdə rayonunda. Uğurlar arzu edirəm qardaş. Çox sağ olun, sizə Siz də sağ olun. Allah razı olsun. Qardaş xeyirli uğurlu olsun. Allah köməyiniz olsun, çox sağ olun. 07 maşını eləmi? Bəli. Buyurun məlumat verin bilək necə maşındır? 07 ili 2002, motor 0307, Karifka 5, difirmdə səs yox, təkərlərin 4-ü təzə, qapıları pul sistemi, qabaq şərə podyomnik, ayaqaltı evolar, işıqlar, defterliklər, ventilyator sistemi, motorunda problem yox, karifkasında atması yox, maşında gördüyünüz kimidir. İl 2002. Bəli, bəli. Sizdə nə vaxtdan? Mən də belə deyək də, ildən çoxdur sürürəm, digər tanış adamlarla da Davernus alıram hər il. Yəni öz sahibini tapıb yenidən da verir. Bəli, tanış adamlar, Davernus alıram. İndi nə qədər var vaxtına? Hələ Sizdəkində? vaxtına 8 ay var hələ. Texniki baxışı, sığortası. Sığorta texniki baxış 1-dir, avqustun 30-una kimi. Maşınımızı alandan sonra xərcləriniz nə olubdu? Nə düzəltdiniz? 4 dənə təkər almışam, təzə, Pafovka. A26 sakmetr almışam, starterini almışam, dinamasını almışam. Opşumda nömrəsini dəyişmişəm, təzə nömrələrə xətsiz nömrə eləmişəm. Maşınımızın mühərrikini heç yığdırmadınız. Yığdırmadıq. Hə, yığdırmısınız mühərriki? Yox, motor üçün, öz motor. Yağ azaltmadır, səsdir. Qətiyyən. Nə olsa onlara cavab deyim. Motorxanada da hamısına cavab deyim. Karifkası necə? Karifka 5-dir, atmada yoxdur. Diferdə də səs yoxdur. Qətiyyən. Altı necə? Polo. Çürük yoxdur, qətiyyən. Heç olmayıbdım, yoxsa olanlar çıxıb? Yox, olmayıb. Danqrat yerləri salamat. Bəli, hamısı salamat. Peredokun səsi küyü yoxdur. Amaza, sol tərəf amazatırı, şaraboyların hamısı təzə dəyişmişəm. Razvala girib, balansa girib, yəni problem yox. Təkərlər normaldır, hətta kalpak da vurmusunuz. Bəli. Qalpaqlar da təzə vurulur. Qapı, krel, kapot, dəyişilən nə var? O haqda məlumatım yoxdur. Sizdən əvvəl nə olubsa Hə, bilmirsiniz. onu bilmirəm. Kosmetik işi var yoxsa yaxşıdır? Gördüyünüz kimi, yaxşı vəziyyətdədir. Normal. Gözəlləşdirmək istəyən müəyyən Bir yerlərdə də qopan yüngülvari yerlər var. parlovka eləsən, bəs eləyir. Şüşələr yaxşıdır, Bəli, qırıq çat bəli. yoxdur ki. Xeyr. İki önlər düymə ilə qalxır. Bəli, qabaq qapıları. Şitin üstüdəki o qədər aynoyun yapışdırmısınız ki. Onu alıb sökən olsa gərək şiti dəyişsin. O da kondisioner. Kondisioner var hətta maşınımızın. Monitorudur, Ventilyator kamerasıdır, görüntüsüdür, hamısı işləyir. Amma yaxşı soydur ha içəri Bəli. ventilasiyalar. Oturacaqlar yaxşıdır, oturacaqlar 07 idi. Arxa oturacaqlar demək o təmiz təzədir. Bir dənə qabaq şofer tərəf siliyənədə biraz problem var. Başqa heç nə. Maşınımız normal maşındır. Əsas qiymətini biləndən sonra biləcəyik. İnşallah. Neçə deyirsiniz? 4-5 deyirəm. 4500 deyirsiniz. Bəli. 4000 sayan olsa nə deyək? Gələn olsa danışarıq. Əsas o əlaqə saxlasınlar. Bəli. Nömrəni xatırladın. 070 969 72 76 Elmir. Hansı rayondasınız Elmir Beyləqan. qardaş? Uğurlar bir daha. Sağ Allah olun. köməyiniz olsun. Çox sağ olun. Siz də sağ olun. Salamünaleyküm. Salam qardaş. Allah xeyir versin. Çox sağ ol, çox sağ ol. Chevrolet Aveo. Aveo 1.2 motor, 2011-ci il. Maşında heç bir problem yoxdur. Otur sür maşındır. 2011. 2011. Sizdə nə vaxtdan? Məndə hardasa 1 ildir var. Etibarnamədir yoxsa formut olmur? Formut öz adıma. Öz adınız olan maşın. İstənilən adama 1 illik verirsiniz. Bəli. Texniki baxış sığorta. Texniki baxış sığortaya keçib il ayında bitir. Ha, yenilənməlidir. Yenilənməlidir. Az qalıb da. Eyb yox da şey. İndi alan adamla razılaşmaq olar. Əlbəttə ki. Alandan sonra xərcləriniz? Ondan sonra xərclərimiz monitor qoydurmuşam belə özüm cavan uşaq kimi nazından oynamışam belə deyim. Mühərrikini baxdırmamısınız? Mühərrikinə də baxdırmışam. Mühərrikin kubu nədir bunlardan? Kubu bilmirəm vallahi. Neçə gedir də mühərrik? 1-2 gedir. 1.2. Bəli. Benzindir. Benzin bəli. Ekonom maşındır. 430 min göstərir, eləmi? Bəli. Yürüyüş. Orijinalda yəqin. Orijinal. Hə.
Kod zat hamısı üstündədir. Texnik pasportun üstündə var. Mühərrikin yağ azaltmasıdır, səsidir. Heç bir problemi yoxdur. Mühərrik Heç bir. salamat. Salamatdır. Ötürücülər su mexanikadır. Mexanikada bəli. 5 olur da. 5. 5 bəli. Problemi yoxdur. Heç bir problemi yoxdur. Ön çəkən maşındır. Ön çəkim bəli, veduş. Qranatlar. Qranatlar da qəşəngdir, salamatdır. Arxaları yeni dəyişmişəm. Ümumilikdə peredokda səs-küy yoxdur ki. Heç bir problem. Alan da gəlib yoxlaya bilər, sürər, baxar. Təkərlər yaxşıdır elə bilirəm. Təkərlər də hamısı təzədir. Özü baxa bilərsiniz. Altı necədir Polo? Polo 11-ci ilin maşınıdır, qəşəng. Çürüyü, pası Heç yoxdur bir ki. pası filan, heç bir şey yoxdur. Dəyişilən. Qapı, krel, kapot. Heç bir şey. Zavoddan gələn. Zavoddan gəlmə. Mən özümə Kraska baxım. vuruldu. Kraska vurulub, bəli. Tam kraskanaltı yəqin çox Bəli, olur. bəli. Kosmetik işi yoxdur ki hazırda. Hazırda xeyr, kosmetik iş, heç bir iş tələb eləmir. Şüşələr təmizdir. Bəli, Qırçat bəli. yoxdur ki. Xeyr. Hamısında tərtəmiz. Düymə ilə mi qalxır yan şüşələr? Bəli. Dördü də önlər mi? Önlər, ancaq önlər. Önlər düymə. Arxalar manueldir. İşte təmizdir, yoxdur. Tərtəmiz. Ləkəsi, çatı. Heç bir ləkə. Oturacaqlar parça salon. Bu da Bəli. normaldır. Zavodskoy üstünə gələndir. Hə, maşınımız belə də normal maşın. Kondisioner yaxşı işləyir. Kondisioner işləyir, bəli. Qiymət neçədir? Qiymət 7-8 deyirəm. Real alıcıdan qiymətləşə bilərik yəni. Endirim eləyəsiniz. Bəli. Əlaqə nömrəsini deyə bilərsiniz? 051 881 58 14. Hansı rayonda baxa bilərlər? Şəki rayonunda. Uğurlar arzu edirəm qardaşım. Çox sağ olun. İnşallah bu gün diqqətiniz üçün. satıb gedərsiniz. İnşallah. Çox sağ olun diqqətiniz üçün. Siz də sağ olun. Təşəkkürlər. Ört. Burada da nəsə var? Qardaş, Allah xeyir versin. Sağ ol qardaş. Maşınımız Mercedes E-Class. 4 Bəli. göz deyirik buna. 4 gözdür. Buyurun, məlumat verin, bilək necə maşınlar? 99-cu il 2000 model, 2 siday, Dizel mühərrikdir. dizel mühərrikdir, bəli. Mexanika 6 skorusdur. Önə 6. Önə 6 skorusdur, bəli. Kondisioner işləyir buz kimi. Maşın zavod maşındır, yəni maşının heç bir detalı dəyişməyir. Nə vaxtdan sizinkidir bu maşın? Nə qədər? 2013-cü ildən 17 ildir. Sizdə olan maşındır. Bəli. Form öz adınızdadır yəqin ki. Başqa adamın adındadır, yəni maşını mən satıram. Hə, yəni bir illik verə biləcəkmi? Bir illik davranış verə bilirəm, bəli. Texnika baxış sığorta. Var, texniki baxış sığortası var, birlik etibarnaməsi var. Təkərlər 4 təzədir. Maşında heç bir problem yoxdur. Maşınızda 247 min göstərir. Bəli, orijinal probegidir. Mühərriki bilmirsiniz, açılıb, yığılıb. Yox, mühərrik açılmır. Zavoddan mühərrik. gələn Bəli. idi. Heç nəyi yoxdur. Yağ Motor- azaltması, heç səsi. nə, Yağ azaltma, yağ axıdan yeri zadı, heç nəyi yoxdur. Mostu, korobkası, periodoklu ideal vəziyyətdədir. Korobkada atma yox. Yoxdur. Korobkası superdir. Diferdə səs yox. Altı necədir? Polo. Qolunda bir dənə yerində çürük yoxdur. Zədələnməyib. Yoxdur, zədəsi yoxdur. Aha, periodokda vəziyyət. Öndə. Yaxşıdır, əla vəziyyətdədir. Daş kəsəli yolda səsi yoxdur ki. Heç bir səsi yoxdur. Təkərlər normaldır. Təkərlər 4-də normaldır, bəli. Burjin yerləri zadı salamatdır. Yəni altında çürük, pası yoxdur. Dəyişiləni yoxdur. Heç nə, heç Qapı, bir kril, kapot. heç bir detalları dəyişməyib. Hamısı kodla düz gəlir. Aha, kosmetik işləri yoxdur ki. Xeyr, yoxdur. Kosmetik işi göz qabağı. Bəli, satılır, istəyən var. Buyur qardaş. Deyək, cavab ver 12500 manat. Maşınımızın aynaları təmizdirmi? Bəli. Aynaları yaxşı. 4 dənə skulyopodyomnikdir. 4-ü də düymə iləndir. Bəli, 4 İşləyirlər yəqin ki. Bəli, işləyir. İşti təmiz. Oturacaqlara çikol Heç- çəkmisiniz. Dəridir. Yox, Parça parça salondu. salonda ehtiyac yoxdur. Yəni üstündən elə bir kablo kimi keçirtmişik də. Oturacaqların da yarı düymə ilə idarə olunur, yarı ayarla elə bilirəm. Bəli, qabaq silenkalar elektronludur, toklandır. Kondisioner də işləyir, Kondisioner yəqin işləyir, ki, buz yaxşı kimi. soyudur. Yanacağı nə qədər yandırır onu da deyin bizə. Trasda 4 litr 300 qram göstərir pirborda. 4 litr 300 qram. Ekonom maşındır. Bəli, çox ekonomdur. Belə də maşınımız normal maşın. İstəyən əlaqə saxlasın qardaşımızla. Əlaqə nömrəsini xatırlat. 055 444 54 58. Qiymət də dedik ki, neçə dedik? 12500 manat. 99 2000 modeldir. Son fikir nə olacaqdı? Alan olsa biraz münasib eləyərik. 11800. Sayan olsa nə deyək? Olar, verərəm. Hə, nömrəni də demişik. Əlaqə saxlayın dəyərli izləyicilər. son Maşınımız oldu, yəni hardadır son. maşınımız? Hara Maşın, gəlsinlər? maşın Bakıda olacaq. Maşını da Bakıda görə bilərsiniz. Uğurlar qardaşım. Xeyirli olsun.
Sağ ol. Əlavə nəsə Al- demək istəyirsinizsə buyurun. Sağ ol qardaş. Allah alana da, satana da xeyir versin. Maşında Amin. problemi yoxdur. Kim istəsə gəlsin, ustasını aparsın, hara istəyir. Yəni başımla cavab deyəm. Maşında yəni zərrə qədər problem olsa mən qarşılayıram. Uğurlar arzu edirəm bir daha. Çox Sağ olun qardaş, sağ olun. Dəyərli izləyicilər, bax bu gözəl oğlan gətiribdi maşınlarını satmağa. Maşınları da Mercedes 4 göz deyirik də Y-klass. Xoş gördük qaqaş. Xoş gördük. Buyur, maşınınız haqqında məlumat ver bilək. Necə maşındır? İl 2002-dir, motor 2.4 və brazlı benzin, ideal vəziyyətdədir, korobka ideal vəziyyətdə, motor ideal vəziyyətdə, korobkada vurma gecikmə yox, kuza ideal vəziyyətdə, özünə ideal 4 göz axtaranlar buyursun. Atan işlədir maşını. 2017-dən bizdədir, atam sürmürdü, elə ki atam elə belə sürür, babam elə işə sürür, gəlir evə, işə sürür, gəlir evə. İndi babanın maşınsız qoyarsan. Ona maşın almayacaqsan. Alacağım. Başqa maşın, yaxşı maşın alırsan, eləm babana. Hə, Elə bunun inşallah. kimi ideal maşın alacağım. Hə, lap yaxşı. Deməli, deyirsiniz ki, 2017-dən maşın sizdədir. Hə. Hə, sənədi yəqin aformut olar da. Öz Hə, adınızda olan bəli, maşın bəli. olar. Sənədləri qaydasındadırmı? Hamısı. Texniki baxışı, sığortası, Hamısı. motorda 2.4 benzin motordur. Bəli. Motor necədir? Super vəziyyətdədir. Nə vaxt yığdırdı, bilmədin? Yo, yadımda deyil tam da. Sən yəqin onda uşaq imişsən. Yağ azaltması, səsi. Yo, heç bir problemi yoxdur. Vuruğu, darı, dəyişən detalı heç bir problemi yoxdur. Korobkası avtomat korobka. Bəli. Gecikməsi yoxdur ki. Yo, heç bir şey yoxdur. Diferdə səs yoxdur. Yo. Altı necədir? ideal vəziyyətdədir. Üstü kimi altı ideal vəziyyətdədir. Polunda çürük pas yoxdur. Xeyr. Daşkəsəkli yolda sürəndə səsi küy çox olur maşınınızın. Təkərlər yaxşı. Xərci yoxdur maşının. Dəyişəni varmı? Xeyr. Qapı, kril, kapot. Xeyr. Vuruğu dar heç bir istədiyiniz qədər üstüyə aparın, yoxladın. Vuruğu dar olsa Kaskası da elə biləm yaxşıdır, rəngli. ideal vəziyyətdədir. Şüşələrdə qırıq-çat yoxdur. Xeyr. Yan aynaların 4-ü də düymə iləndir. Bəli. İşləyirlər. Bəli. İştin üstündə zədə yoxdur ki. Bax üstünə Xeyr. çixol qoyublar. Xeyr. Altında İstəyirsiniz çatı, baxa ləkəsi yoxdur ki. Xeyr. Aha, oturacaqlar da dəri salondur. Düymə ilə idarə olunur oturacaqlar. Konser yaxşı işləyir. Kondisioner pec hamısı işləyir. Aha, nə gözəl. Maşınınız yaxşı maşın. Qiyməti neçə? 15.200 real alıcı ilə razılaşmaq olar qiymətdə. 15.200. 14.500 verən olsa verək. Baxarıq. Zəng eləsinlər, eləmi? Bəli. Əlaqə nömrəsində 051 926 61 61. hansı rayondadır? Beyləqanda. Oxuyursanmı? Bəli. Artıq tətil başlayıbdır. Bəli. Dostlar var yoxsa? Bəli. Salam göndərməyək dostlara. Göndərək. Mən də sizin dostlarınıza salam göndərirəm. Uğurlar arzu eləyirəm. Sağ olun. Siz də sağ olun. Qardaş, xeyirli olsun. Sağ ol, Allah səndən də. 07 maşınınızı satırsınız. Satırıq. Buyurun, məlumat verin, bilək necə maşındır maşın. Qiymət 7 deyirik. Bezdet aldı. 70 klaskadayız. Qapılarının klaska dəyməyib. Maşınınız nədir? 2009. Siz nə vaxtdan işlədirsiniz? Mən 7 aydır məndə. Aformutdurmu, etibarnamədimi? Hamısı sənədləri qaydasındadır. Yox, etibarnamə ilə işlədirsiniz? Yoxsa öz adınız adı Yox, maşın? etiramla. Etibarnamədir. Texniki baxışı, sığortası? Hamısı qaydasındadır. Ha, lap yaxşı. Alandan sonra xərcləriniz nə oldu? Nə düzəltdirmisiniz? Aparatura yığdırmışam. Bahalı aparaturadır yoxsa? Hə, 1300 manat vermiş. Onu da versiniz üstündə. Hə, hamısı. Lap yaxşı. Motoruna baxdırmadınız? Hamısını əl gəzdirmiş. 06 motordur. Niva. Dəyişilib yoxsa necə niva? Yox, mən yığdırmışam, hə. Hə, siz yığdırmısınız. Yəni sənəddə olan motordur. Hamısı, hamısı qaydasındadır. Yağ azaltma, səs. Heç bir şey. Birində 3-dən 4-də yüngül var səs var. Korobkada 4-də səs var. 3-dən 4-də, hə. Hə, 3-dən 4-də. Düzələ bilər yoxsa korobka dəyişilsin? Yox, düzələr indi onu özləri lap xərcindən qarşılayarıq, lap da özləri düzəldər onu. Diferi yaxşıdırmı? Səs yoxdur. Yüngül bari var.
Daim olur mu, yoxsa hansısa bir sürətdədir? Yox, yox. Sürətdədir. 100-dən Mühərrik sonra bəlkə güclüdür deyə ora səs salır. olar. Altı necədir polu? Qəşəng bomba kimi. Çürüyü pası, Heç nə. danqırat yerləri salamat. Salamat. Periodokda vəziyyət necə? Bomba kimi. Hamısı təzə yığılır. Səs-küy yoxdur ki. Heç. Təkərlər Qormur adam. bahalı təkərlərdirmi? Dənəsi neçədir bunların? Valla topası 420 manat sadı belə. Dəyişilənləri, Heç nə, bezət aldı. qapı, kril, kapot, hamısı Heç özünün. hamısı bezət aldı. Kraska vurulub deyirsiniz. Bir dənə sağ pırlar, bir də arxaya kapoda dəyib. Aha, hətta zavod kraskasından var. Aha, qapılarına heç kraska dəymir. Aha. Hazırda kosmetik işi, elə biləm o bir krildə nəsə var idi. Yüngülvarı bir dənə kosmetik işi var. 150 manat. Ha, ön alın şüşəsində də bir çırtdağı, bir dənə də Hə, sərnişin fiyatı tərəfdən çatı var. Yan aynalar əllə mi qalxır, düymə ilə mi? Yox, yox. Şeylə, Əllə. podiumluqdamız. Hə, düymə iləndirlər. Aha. İşti təmiz, oturacaqları yaxşıdır. Sürücü tərəfdə bir kərə süzülmələr var. Bu maşınımız normal maşındır. Qiymətini də dedik neçə? 7-7. 7700-ə deyirsiniz. Xərclərini çıxmısınız yoxsa çıxasınız? Yox, çıxacaq. 7000 versələr necə? Yox, 7000. Xərcləri də var da. 7500. 7500. Sonu 7500. 200 manatlıq xərci. Xərc çünki bir dənə kosmetik, başqa heç bir xərci yox. Əlaqə nömrəsində yenə əlaqə Mahalli. saxlasınlar. 986 5967. Hansı rayondasınız? Beyləqan rayonu 1-ci aşağı. Uğurlar arzu edirəm. Sağ ol, Allah Siz kömək də sağ olun. Qardaş Allah xeyir versin. Çox sağ ol. 06 maşınınızı gətirmisiniz satışa. Bəli. Buyurun məlumat verin. Bilək necə maşındır? 99-cu ilin maşınıdır. 1999. 1999-cu ilin maşınıdır. İyul ayının 20-sində atam özü gətiribdi. Yəni, Yaşayır kişi. Bəli, bəli. Yaşayır. Allah can sağlığı Çox versin. sağ ol. Maşında yəni zavod detalıdır. Zavoddur, motorda, karabkada, difer, peredok. 1 manat heç arasında xərc eləyəsi bir yeri yoxdur. Sonra cavan stilidə 6 kolonkadır, bir basovkadır, 2 sloteldir, 4 podiumlik düşə qaldırıb yendirər. Montili oldu, sidinə qızdırıcıdır. Sonra skorçda xodlanmadır, yəni skorçda xoda getmir. Belə zavod detalı, təkərlərin hamısı təzə. Kişi işlətmir artıq bu maşını yoxsa Xeyr, elə sürülmür. Elə sürülməyibdir. texniki baxışı, sığortası Hamısı təzə olubdur, yeni olub, yağı da təzə dəyişib. Yəni 1 manat xərc tələb eləmir. alan adama birlik etibarnamə verə bilərik. Bəli, bəli, polnu. Mühərriki nə zaman yığdırdınız? Mühərrik 1 il olar yığılıbdır. 06 mühərrikidir. Bəli, bəli, 06 mühərrikidir, 5 karovkadır. Hazırda mühərrikin problemi yoxdur. Heç bir Yağ şey. azaltması, heç səsi. arası, heç sat, heç sat. 1 manat istəyirsiniz mühərrikdə ya belə nə xərc tələb eləmir, belə də ki, cavan stilidəki heç sat belə bir şey yoxdur ki, onu bəlkə söküb dəyişə bilər. Yəni nə isə buna əlavə eləməyə bir ehtiyac yoxdur. Korobkası Hər bir necə? Super. 4-dür, 5-dir. 5-dir, 5. Öz üstündə gələndə yoxsa onu dəyişmisiniz? Xeyr, təzə karovkalıq qoymuşam. Dəyişmisiniz. Bəli, bəli. Ha, difer necə? Difer də təzədir. Səs Xeyr, hə xeyr. dəyişmisiniz. Bəli, onu. bəli, təzədir. Polda vəziyyət necədir? Super, maşın zavod detallı zavoddur. Heç çürüyü pas olmuyor Xeyr, ki. xeyr, heç sat, heç sat. Danqırat yerlərdə yəqin ki, Super, salamat olar. super, heç sat. Yəni o sarısı qardaş 1 manat xərc tələb eləmir. Periodokda səs-küy yoxdur Xeyr, ki. xeyr, xeyr. Elə bir nə isə usta yanına gedək, nə isə olarsa Aha. biz Təkərləri tərəfdən yaxşı, ödəniləcək. Bəli, zapaskasına kimi yenidir. təzə təkərdir, Bəli. eləmi? Aha. Təkərlərin 4-ü də əladır. Bəli. Dəyişilən deyirsiniz heç nə yox. Xeyr, xeyr. Qapı, zavod. kril, Xeyr, kapot. xeyr, xeyr. zavod. Vurğu, əzliyi nəsə oldu mu? Heç sat, heç sat. Olmayıbdı içindiyə Deyil, qədər. ona görə qiyməti elədir. Maşınımızın kosmetik işi yoxdur. Kraskanı Xeyr. yəqin ki, təzə vurdurmuşsa, qəşəng Yox. kraskası. Bəli. Öz Parlaq üstündə olsun, gələn yox. rəng bu olub. Bəli, bəli. İxbas. Şüşələri təmizdir, qırığı çatı Belsondur, yoxdur. Belsondur. 4-ü də düymə ilə qalxır. Bəli, bəli. 4-ü də işləyir. Bəli, bəli. Qəşəng. Qabaq ön sidenələrdə də qızdırıcı var. Hansı maşının oturacaqlardır? Önlər. 06-dır elə, 06. Elə 06-da yığılıb içərisinə Bəli, qızdırıcılar. Bəli, bəli. Şitin üstü də yığılıbdır. Bəli, bəli. Maşınımız Özümüz üçün mükəmməl yığmışdı, maşın. yəni. Sükan BMW sükanı BMW qoyulubdur. sükanıdır, multiroldur. Maqnitofon idarə eləməkdən ötürü. Monitorda var. Bəli, bəli. Aparaturanda deyirsiniz arkada da bahalıdır. Monitorlar var. Arkada da monitorlar var ha. Bəli, bəli, Arkada başlar. oturanlar da özləri idarə edə Bəli, bəli. bilir. Altı Arxa kolon, görüntü kamerası, bəli, bəli. altı kolonkası var Bir deyirsiniz. basovka, 2 dənə də aparatı var. Bahadır eləmi onlardan. Bəli, bəli. Düzdür, aparaturaları görə bilmədik, hamısının üstü bağlanıbdır. Yəqin alan adam özü gəlib detallı Bəli, şəkildə bəli. baxacaq Bəli. maşınımıza. Zapaskası da üstünə vurulmayıb.
Qiyməti neçədir? 10 minə deyirik. 10.000 manata. Bəli, bəli. Şok qiymətdə. İzləyicilər eşidəndə şoka Yox, maşında düşəcəklər. Gəlib dəyər. görsünlər də. Dəyər, o İndi qiymətə kimsə dəyər. həvəskarı olan olar. Gəlib baxar maşınımıza. Bəli. Endirim eləyəkmi? Baxa bilərsən. Endirim Eləmək olar. nə qədər olacaqdı? 500-lə belə eləmək olar. 9000 sayan olsa nə deyək? Bəlkə də vermək olar. Yəni 10.000 belə bugünkü dövrə baxanda yaxşı pul. Yox, 10 min veriblər, verməmişəm. Verməmisiniz. Yox, biraz ehtiyac Elə var. yəqin o kim bilsə o sizi həvəsləndirib bunu satmağa. Yox, yox, bir il bundan qabaq verib. Prost ehtiyac var, ona görə satıram. Yoxsa Allah özü kömək olsun. saxlası maşın deyil. Yəni heç bir nə bir xərc olsa biz tərəfindən qarşılanacaq da, yəni hər asında olsun. Əlaqə nömrəsini xatırladın. 050 643 2717. Hansı rayondasınız? Ağdam rayonu Kəngəri kəndi. Uğurlar arzu edirəm Çox qardaşım. sağ olun. Siz də Çox sağ olun. sağ olun. Təşəkkürlər. Dəyərli izləyicilər, bu gənc oğlan gətiribdi 07 maşınını satmaq üçün. Xoş gördük qardaşım. Xoş gördük. Buyurun məlumat verin bilək necə maşındır maşınımız? 2003 zavod injektor, qabaq 2 krulla dəyişib, motor, mos, karovka hamısı ideal vəziyyətdədir. Yəni otur sür maşındır. Neçə vaxtdır bu maşın sizdədir? 1 il. Etibarnamədir yoxsa format olunubdur? Yox, daverin üstünə sürür. Etibarnamə iləndir. Bəli. Texniki baxışı, sığortası. Hamısı yerindədir. Alandan sonra xərcləriniz. Heç bir şey. Elə necə almısınız o vəziyyətdədir? Bəli, bəli. Mühərrik 06-dır. Yox, 07. Necədir mühərrikin vəziyyəti? İdeal vəziyyətdədir, qəşəngdir. Yığılmış olar da yəqin ki. Ha. Belə də. Yağ azaltması, səsi, Heç bir şey. mühərrik yaxşı. Karobkası necə? Karovkası 5. Atmağı yoxdur ki. Xeyr. Difer necədir? Qəşəng ideal vəziyyətdədir. Səs eləmir. Xeyr. Altında vəziyyət necə? Qəşəng. Çürüyüb, pası. Heç bir şey yox. Danqrat yerləri salamatdırmı? Bəli. Maşınımızın önündə vəziyyət necə? Pedokda. Pedoku öz yerində zavod. Yəni daş kəsəkli yolda səs eləmir ki. Xeyr, yox, heç bir səsi yoxdur. Təkərlər biraz elə biləm zəifliyib. Təkərlər biraz keçəldir. Bunları qiymətdən keçmək olar. Dəyişilən də deyirsiniz ön 2 krel Bəli, dəyişilibdir. iki krel. Digərləri özününkidir. Bəli, zavod. Kraska Beş. tam vurulmuş olar. Yox, tam vurulmur. Qısa. Hazırda kosmetik işi yoxdur ki. Suzi, yüngül var. Gözəlləşdirmək üçündür. Bəli. Aynalar təmiz, yoxdur ki qırğı çatı. Xeyr. Əllə mi qalxır yan aynalar? Əllə də ruşun. Bəli, ruçka ilə. Şitin üstündə çatlar var, 3 dənəsi. Bəli. Oturacaqlar da çıxol klyonkalanıbdır, amma elə biləm yaxşıdır altı. Cırğı söküyü yoxdur ki oturacaqların. İdeal vəziyyətdədir də, çox yoxdur. Elə-belə. Qiymət neçə deyirsiniz? 4-7-yə deyirik. 4700 manat. Bəli. İndirim eləsək neçə düşəcək? 4300 manat. 4, daha belə. Elə mən dediyimə yaxınlaşmışıq. Əlaqə nömrəsini xatırla. 070 659 19 29. Hansı rayondasınız? Mingəçevir. Uğurlar arzu eləyirəm Çox qardaşım. sağ olun. Siz də sağ olun. Qardaş Allah xeyir versin. Çox sağ olun, çox sağ olun. Mercedes 190. Bəli. Buyurun, məlumat verin. Bilək necə maşındır? 1.8 mexanika, Karovka 5, Çeşka karovkası, Koza zavod, İli neçədir? ili 91. Sizdə nə vaxtdandır? Harsa bir 3-4 ay olar mənə. Etibarnamədirmi? Bəli, etibarla mən. Texniki baxışı, sığortası. Hamısı çox uzun müddətdir. Etibarnamənin vaxtına var. 9 ay. Alandan sonra xərcləriniz nə olub? Heç nə, sadəcə Rakidən qabağa təkər almışam. Motorunda yağ yemə yox, karovkasında atma yox, mostunda səs yox. Mühərrik dediniz neçədir? 5. Necə? 5 sürətlər qutusu. Yox, mühərrik motoru. 1.8 mexanika. 1.8 benzindir. Necədir vəziyyəti? Normal. Yəni Yağ azaltmadır, səsdir. Yox, yağ azaltmada da heç bir şey yoxdur. Normal, yəni işləyən stansiyada olan bir maşındır. Kuzası da zavod kuzadır. Yəni irək dəymir. Karobkada da atma yoxdur. Yox, mostda səs, karobkada. Mexanikaydı da karobka. Bəli. Mostda səs yoxdur. Yox, xeyr, mostda səs yoxdur. Kuzada zavod kuzadır. Irək dəymir kuzuya. Yəni öz rəngidir. Parlovka ilə açılıbdır. Belə düşən yerləri var. Görürsüz, yəni belə. Yəni Zavoddan gələn kraskasıdır, boyasıdır. Yəni belə açıyan baxa da bilərsiniz. Görürsüz, bax, buralara baxa bilərsiniz. Nə yaxşı qalıbdır? 90, 91. 91-dən, 91-dən indiyə. 91. Vallahi o vaxtdan kimsə saxlayıbsa halal olsun. Yəni lükur işləyir, açılır.
qalxır. Pol necədir? Çürüyüb, pası? Polu sizi inandırım ki, altı üstündən təmizdir. Yəni Liboy 1-də də yəni yerdə yox ola bilərlər. Baxa bilərlər. Öndə necə vəziyyət? Öndə, Peredokda. Normal. Perdokun noldan yığdırmışam. Daş kəsəli yolda səs eləmir ki. Yox, səs cümaya ətiki dəyişmişəm, qabaq paçenkilərini dəyişmişəm. Arxada bilirlər bilir də, manam qollardır, dalında oynaması olub, onları dəyişmişəm. Motorun yağını təzə dəyişmişəm. Təkərləri də elə biləm qış təkərləridir, yaxşıdır, hə? Qabaq təkərləri, yəni Dağətəyi rayonunda olduğuna görə, sürüldüyünə görə. Dalda qabaqda. Sizdən əvvəl, yoxsa siz özünüz də hazır? Yox, mən özüm Dağətəyi rayonlara gedib gəldiyimə görə, yəni işimlə bağlı. Ona görə yəni bu yay təkərlərini orada yəni işlətmək olmur. Da dəyişiləni onu da soruşmuyor da, siz deyirsiniz zavod kraskasıdır. Bir dənə burada olubdu. Yəni çəkilişdə görə bilərsiniz. Burada iş gedibdi, zamaskı olubdu. Hə. Görürsüz, burada videoda düşür. Başqa bir yerdə yəni kraska atan yer, yəni kraska düşən yer olub. Kosmetik işlər müəyyən balacadır, hə? Yəni 91-dən nə olmalıdır bəri? Yəni nə qalmalıdır? Elə mənim üçün də biraz maraqlıdır. Yəni sinirlərin göz qabağındadır. Yəni bir dənə yəni burada bir dənə balaca yəni süzülmələri var. Oturacaqda. Sidenelər yəni hamısı işləyir, qabağa dala. Rol 4 göz roldu. Yəni qoyulub üstünə. Şüşələri yaxşıdırmı? Qırıq-çatı yoxdur şüşələr. Yox, şüşələrdə qırıq-çatı yox. Əllə qalxır, ha? Qabaqlar podyomikdir. Arxalar rüşnoydu. 4 kolonka, piyoner maqnitofon üstündə 4 kolonka. Normal təmizdir. İçində çıxıtı, xarabı bir şey yox. Sükanda multisükandır, hətta düymələr işləyir, yoxsa elə bəzək üçün qalıb orada? Yox, işləyəni də var, işləməyəni də var. Yəni tam qoşulmur. Luk da açıqdır. Kondisioner yoxdur ki? Yox, kondisioner yoxdur. 91-lərin eləsi var, eləsi var, yox. Qiyməti neçə? 4-3-ə deyirik. Yəni alan olsa 4300-ə deyirsiniz, endirim də eləsək? Alan olsa yəni eləyərik, danışarıq. 3800 təklifi gəlsə? Yox. Verməyəsiz o qiymətə. Son fikir 4-dür? Bəli, 4-dən yəni aşağı olmaz. Yəni elə təkliflər çox olub. 3800, 3900 ilən olub. Əlaqə nömrəsini deyin də. 070 800 37 32. Hansı rayon? Bərdədə də baxa bilərlər. Ən çox Bakıda olur. Bakıda da baxa bilərlər. İnşallah gün ərzində inşallah səhər Bakıda olacaq. Əsas odur əlaqə saxlasınlar da. İşimlə əlaqədə Bakıda olmuyor. Bakıda baxa bilərlər. Uğurlar arzu edirəm qardaşım. Çox sağ olun, var olun. Alanında satanız. Allah xeyir versin. Amin. Sağ olun. Qardaş Allah xeyir versin. Sağ olun, var olun. Allah maşınımızı hazırda almaq istəyən qardaş da var, real fikri də var hətta. Buyurun, məlumat verin, elə qardaş da eşitsin, izləyicilər də. Maşın buradadır, göz qabağındadır. İndi ağsaqqal kişidir, hamıda baxır. Məndən də yaşda da böyükdür, dünya görüşdə böyükdür. İli 92-dir. 0-3 motordur, 4 karovkadır. Difir motor saz vəziyyətindədir. Tex Motor sığorta 15 gündür keçibdir. Dekabrın 28-nə kimi davenisi var. Yəni 2-ci ildir daveni salıb sürürəm. Yəni maşın göz qabağındadır. 3-ə deyilir. Öz aramızda 3000-ə indi heç nə vermirlər. Yəni ikinci daverini tutalmısınız? Bəli, ikinci daveni salmışam. İndi satıb yenisini almaq istəyirəm. Yəni yeni deyəndə yeni marka maşını almaq istəyirəm. Ona görə satıram. Bəli. Lap gözəl. Alandan sonra xərciniz oldu qardaş bu maşına? Alandan sonra Tex Motor sığorta belənçinə o yox maşının özünə. Yox maşının özündə indi yenə aldığım kimi də kapalojnadır. Yəni özüm də çox vaxtı sürəndə öyrəm. Elə işdən gücdən işə, yəni belənçinə. Mühərrik 0-3 mühərrik. 0-3 motordur, 4 karovkadır. 0-3 motordur. Yox, vəziyyəti necədir mühərrik? Vəziyyət 92 maşındır. Yəni 92 yağ azaltması, səsi mühərrikdə. O problem yoxdur. Səsi, küyü, yəni yağ yayməyi, nəynəməyi, yəni heç nə. Yəni hər bir şeyi öz qaydasındadır. Karovkası necə? 4 karovkadır. Superdir. Yəni atma səsi yoxdur ki? Yox, heç. Diferdə səs varmı? Yox, ola bilməz. Başım kimi zətdiyəm onlara. Altı necədir? Polo. Altı da yəni demirəm superdir, amma çürük də yoxdur. Yəni, normaldır. Normaldır, bəli. Danqrat yerləri varmı? Bəli, hamısı kakpalojin öz yerlərindədir. Öndə vəziyyət necədir? Peredokda. Peredok noldan yığılıbdır. Hər bir şey də təzədən yığılıbdır. Karovkanın yağı da dəyişilibdir, motorun yağı da dəyişilibdir. Yəni daş kəsəli yolda səs eləmir maşınınız. Apar sür, harda istəyirsən sür. Təkərlər zəifliyib yoxsa? Yox. Elə ki 60%. Aha. 60% sürmək olar. Arxalar daha yaxşıdır. Hə, 60% sürmək olar. Qalan nə idi? Detallardan, qapı, krel, kapot. Qalanı soruşaq da. Yenə dediyimə görə 2 ildir məndədir. 2 il hələ olmayıb da. İkinci daveni salmışam. Bəli, antifilizdir. Bunu bilmirəm detalları dəyişib, dəyişməyib. Yəqin ki 92-dən bura dəyişər. Kosmetik işi yoxdur elə bilirəm. Kosmetik işi bir dənə yüngül varı zamaskalanıbdır. Elə bir ki onun üstündən parlovka yad olunmalı, kraska yad çəkilməli, belə şeylərdir. Yəni şüşələr yaxşı.
Şüşə kakpalojin öz qaydasındadır. Qırıq-çat yoxdur elə bilirəm. Yox, hər Şitin şey də qırıq-çatı yoxdur. çatı yoxdur. Pat presdə təzə alıb qoymuşam. Yəni orijinalda pat presi. Oturacaqlar da plyonkalıdır daha doğrusu. Evdə uşaqlar olduğuna görə batmasın deyənə, yəni cığaralamışam ki, açdı, yəni Zədə təmizləmək düşməsin. olmasın. Qiymət neçə? 3000-ə deyirəm. İndirim eləsək neçə? İndir necə deyərlər, əgər alıcı, yəni olsa 2.8-ə vermək olar. Bəğ 2.5 təklif elədilər, vermədiniz. Yox, vermərəm. O qiymətə verməyəsiniz. 2.5-ə vallahi işin olan biri vermirlər. 79-un olan birin bayaqlarım bura gəlmişdilər. 3500-ə deyirlər. 79-01 ara 92-06 ara. Əlaqə nömrəsini xatırladın. 050 807 28 16. Hansı rayondasınız? Ucar rayonunda. Uğurlar arzu edirəm. Sağ olun, Allah razı olsun. Siz də sağ olun. Sağ Qardaş. Sağ olun. Qardaş, Allah xeyir versin. Sağ ol qardaş, sağ ol, var ol. 03-dür maşınımız, yoxsa 06-dır mı? Nə olub qardaş, nə olub? 03 maşını. Buyurun, məlumat verin, bilək necə maşındır? Şimdi köhnə maşında ili 73-dür. 73-ün maşını. Bəli, Antikvar maşınlardandır ki. 73, ili 73-dür. Motor, difer, karoska, bütün sənədlər öz qaydasında hamısı. Sizdə nə vaxtdandır? Məndə 2 ildir. Bundan da 2 il. Etibarnamə ilə mi işlədirsiniz? Bəli, bəli, etibar. Bəs necə, vaxtı qutarı nə edirsiniz? Yox, yox. Vaxtı qutaranda GBS-dən alırım. Kürdəmirdə o yer. İndi hazırda nə qədər qalıbdı etibarnamənin vaxtı? 20 gün. Hə, aformut olunmalıdır, eləmi? Yox, daverin sola bilsin, git daverin sola. 2 ay içərisində nə eləsin alan adam? Gərək ona aformut Verir eləsin. də, aformut eləsin lap. Özü, indi onu alanın öz problemi. Texniki baxışı, sığortası? O, oktyabra qədər. Hə, onların vaxtında var. Hə, oktyabra. Alandan sonra da ki, heç xərc çəkmədiniz maşına? Yox, xərc çəkmədən də özüm üçün xərc çəkmişəm də, özüm üçün yerisin, rahat sürmək üçün. Mühərrik nədir bunlardan? Mühərrik nə oluşdu? Özün zavoddan. Öz zavoddan gələn mühərrik. Sənəddə qeyd olunmuş mühərrik. Hamısı, hamısı. Necədir mühərrik indi hazırda? Ürəyin istəyən vəziyyətdə qardaş. Yağ azaltması, səsi? Xeyr. Mühərriki yaxşı. Korobkası? Ürəyin istəyən, korobkan. 4-dürmü? Atma səsi yoxdur? Heç nə. Difer necə? Super, səssiz, şüysüz. Altında vəziyyət necə? 1 qram çürüyü yoxdur. Çəkim. Danqrat yerləri salamat? Salamat, öz yerindən, öz qaydasında. Öndə səs-küy varmı Piredokda? Heç nə qardaş, özüm yığdırıb əlimdən çıxartmışam hamısını. Təkərlər normaldır? Normaldır. Bir dənə təkər zəifdir, sağ tərəf, arxa tərəf. Arxa təkər? Ha, sağ tərəf. Maşınımızın 73-dən qalanını soruşaq da, yoxsa? Hamısı demək olar ki, bir dənə kreli dəyişib, vəssalam. Bir də qapının üzdüydü. Deyəsən el kraskan da o vaxt zavod vuran kraskadır. Elə nə vaxtdan. Eləmi? Ha, elə vaxtdan. Bir də kosmetik işləri var, qop kraskalar. Bəli, bəli. Kraskalanmalıdır maşınımız. Bəli. Şüşələr necə? Qırığı çat yoxdur Xeyr, ki? heç nə, çəkimdir. Hə, hamısı ön alın şüşəsi təmizdir, yoxdur elə biləm heç nə. Yox, təmiz qardaş, heç nə şiti yox. yaxşıdır. Sadəcə olaraq bu baş tərəfində yeyilmə var şitdə nədirsə. Bekara şey olmalı, da 73 maşındır. Oturacaqlar yaxşıdır. Dəyişilib oturacaqlar, ha? Ha, Yoxsa? dəyişilib də ayrısı özlərini ayrısını qoydu. Aha. Elə mən alandan belədir. Qiyməti nədir maşınımızın? Qiyməti belədir ki, qardaşım. 2-2-yə deyirəm, yəni aformut pulunu çıxaram, sonu 1700 manat. Getsin aformut eləsin. Hara gəlsinlər? Bərdar rayonuna. Şəhərin lap özünə əlaqə salasın get. Əlaqə nömrəsini xatırladın. 050 425 09 84. Allah xeyir versin qardaşım. Sağ ol qardaş, sağ ol. Siz də sağ olun. Sağ olun. Qardaş, Allah xeyir versin. Çox sağ ol. 99-cu il 2000 model 2 Silya. Mercedes Y-Class 400 deyirik. 8700 son qiyməti. 8700-ə də satırsınız. Bəli, əlim yanında satılır. Qiyməti də yaxşı. Nə qədər yanacaq yandırır? Dizel mühərrikdir. 3-2 də belə. 3-2 çox yandırır, yoxsa? Yox, səliyyəli. 8 litr yandırır yoxsa? Olar 9 zad 10. Kondisioner var mı bunda? Hər bir şey var, işlək vəziyyətdədir. Mühərrikdə problem? Heç bir yağ problem azaltma, səs yoxdur ki? Yox, yox. Maşınımızın korobkası? İdeal. Avtomat korobkadır? Bəli. Gecikmə, vurma? Heç bir şey. Nə qədər sürüldüyü bilinir maşınımızın? Neçə min sürülübdür? Yoxsa belə yadınızda qalmayıb? Aç bax da gir, aç bax. Hə, baxarıq, eybi yoxdur. Diferi necədir, diferi? Əla. Altında çürük, pas, zədə, nəsə var? Var da işlənməlidir. İşlər var maşınımızın. Belə maşınımız belə maşındır, dəyərli izləyicilər, göstəririk. Bu cür maşın.
İstəyən olsa qardaşımızdan əlaqə saxlasın. Nömrəni deyə də qardaş, əlaqə nömrəsini. 055 377 35 15. 055 ilə cin nömrədir. Bəli. Hardadır maşınımız? Bərdədə. Bərdədədir Bəli. maşın. Maşınımız da Bərdədədir.